16-17 yaşım olanda 18 yaşım olan kimi işləyəcəm deyirdi. Ailəm əvvəllər çox razı deyil idi, amma mən çox istəyirdim. Qardaşım hərbidə işləyirdi. Ona görə yay tətilini onun qaldığı rayonda qalırdı. 18 yaşım orada oldu. Pis olurdum ki, işləyə bilməyəcəm. Qardaşım tez işdən tələsik gəldi ki, hər şey hazır edin. Başqa yerə köçürürlər bizi. Qayıtdıq Bakıya. Ad günümün səhərisi dedim ki, mən gedirəm marketdə işə düzəlməyə. Evimizə yaxın marketə düzəlmək istəyirdim, yer olmadığı üçün. Biraz evdən uzaq bir marketə düzəltdilər. İstəmsizcə getdim, çünki orada işləmək istəmirdim. Hardan bilərdim ki, Allah ora məni bu gün üzümü güldürən yoldaşımı tanımaq üçün göndərib. Marketə ilk girəndə onu gördüm. Müdir heyətindən biri sanıb yaxınlaşdım. Sonra vaxt keçdikcə anladım ki, o da mənim kimi işçiymiş. Zaman keçdikcə gördüm ki, ona bağlanıram. Sonra bildim ki, o da məni sevirmiş. Əskər gedəsiymiş, amma əlini zədələdiyi üçün 3 ay gözləməli olub. Bir-birimizin qismətinə yazılmışdıq tam anlamıyla. Başladıq, sevgili olduq. Heç bir həftə yox idi. Dedi ki, səni ailəmə deyib gedirəm. Elçi gəlmək istəyirəm. Zarafat olduğunu sandım. Gəldilər, istədilər, ailəm də razı oldu. 15-20 gündən sonra ailələr tanışlığa gəldi. Bəlli oldu ki, yoldaşım əvvəl dayısı ilə bizim həyətdə işləməyə gəlib. Gəldiklərini görmüşdüm, amma üzünü görməmişdim. Tanışlıqdan bir ay sonra biz nişan etdik. Əskər getdi, çox şükür sağ-salamat gəldi. Bir-birimizin yolunu səbirlə gözlədik. Allahın izni ilə qismət olsa bu yaxınlarda toyumuz olacaq. Bütün qəlbi gözəl olanlara bizim kimi xoşbəxtlik arzu edirəm.